Davamlı olaraq günah içərisində rahat yaşamaq. İnsan günah eləyəndə deyil, günahı normal hesab eləyəndə iman zəifləməyə başlayır. Çünki ürək get-gedə sərtləşir. Qayğı və qorxuya təslim olmaq. Qayğı imanla birlikdə yaşaya bilməz. İnsan daim qorxu içərisində yaşayanda Allahın nəzarətində olduğuna inanmaq çətinləşir. Allahdan uzaq qalmaq. Dua etməmək, kəlam oxumamaq, ruhani həyat yaşamamaq imanı ac saxlayır. Ac qalan iman isə zəifləyir. Unutma ki, iman bir anda deyil, yavaş-yavaş sönür. Lakin yaxşı xəbər budur ki, sən Allaha yenidən yaxınlaşdığın anda iman yenidən alovlana bilər. Bu ayə bizə çox vacib bir həqiqəti öyrədir. İman sadəcə söz, inanc bilgisi və ya zahiri dəyişiklik deyil. Əsl iman ürəyin dəyişməsi ilə başlayır. İnsan öz gücü ilə yalnız davranışını dəyişə bilər. Amma ürəyi dəyişmək yalnız Allahın işidir. Daş ürək, yəni sərt, laqeyd, günaha öyrəşmiş ürək insanı Allahdan uzaqlaşdırır. Amma Allah deyir ki, o, bu daş ürəyi çıxarıb, yerinə hiss edən, sevən və ona itaət etmək istəyən canlı ürək verəcək. Bu sözlər bizə böyük ümid verir. Əgər içimizdə soyuqluq, yorğunluq və ya günahla mübarizə varsa, bu son deyil. Allah insanı sıfırdan dəyişə bilər. Allah səndən qüsursuz olmağı istəmir. Sadəcə ona açıq bir ürək istəyir. Çünki ürəyi dəyişən, insanı dirildən və yeni başlanğıc verən yalnız odur. Əgər İsa Məsih sevgi, sülh və mərhəməti öyrədirdisə, niyə özünü xristian adlandıran bəzi ölkələr müharibələr edir? İnsanlar bu barədə tez-tez soruşurlar. Məsələ bundan ibarətdir ki, İsa Məsihin öyrətdikləri ilə insanların etdikləri həmişə eyni olmur. İsa Məsih belə demişdi: qonşunu özün kimi sev. Bu sözlər zorakılığı deyil, sevgini öyrədir. Hətta o, düşmənlərimizi belə sevməyi və bizimlə pis davrananlar üçün dua etməyi öyrətdi. Amma tarix boyu bir çox hökmdarlar və dövlətlər öz siyasi məqsədləri üçün dini adlardan istifadə ediblər. Bu isə Məsihin təlimi deyil, insanların qərarlarıdır. Müqəddəs kitabda belə yazılıb: Mənə ya Rəbb deyən hər kəs səmavi padşahlığa girməyəcək. Lakin göylərdə olan atamın iradəsini yerinə yetirən oraya girəcək. Yəni, insanın özünü xristian adlandırması yetərli deyil. Vacib olan Allahın kəlamına uyğun yaşamaq, onun iradəsinə tabe olmaqdır. Əgər insanlar həqiqətən İsa Məsihin öyrətdiyi sevgini, bağışlamağı və mərhəməti yaşasaydılar, dünyada müharibələr daha az olardı. Deməli, problem Məsihin təlimində deyil, insanların onu düzgün yaşamamasındadır. Qurbanın başlanğıcı insanlığın ilk dövrlərinə, Adəmin övladlarının vaxtına gedib çıxır. Müqəddəs kitabda oxuyuruq ki, ilk qurbanı Qabil və Habil Allaha təqdim etmişdi. Bu o deməkdir ki, qurban sonradan çıxmış bir ənənə deyil. İnsanın Allahla münasibətinin ən qədim ifadələrindən biridir. Qurbanın əsas səbəbi bu idi. İnsan günah etdikdən sonra Allahdan uzaqlaşdı və ona yenidən yaxınlaşmağa ehtiyac duydu. Qurban isə insanın səhv etdiyini qəbul edib, yenidən Allaha qayıtmaq istədiyini göstərirdi. Eyni zamanda qurban insanlara günahın ciddi olduğunu öyrədirdi. O göstərirdi ki, günahın nəticəsi var və bağışlanma ucuz deyil. Buna görə qurban günahın bədəlini xatırladan canlı bir dərs idi. Ən vacib olan budur. Qurbanın əsas mənası zahiri əməl deyil,
insanın ürəyidir. Allah üçün ən önəmli olan insanın səmimi olması, ona iman etməsi və ürəkdən təslim olmasıdır. Qısaca desək, Qurban günahdan sonra başladı ki, insan Allaha dönmə yolunu anlasın, günahın ciddiliyini dərk etsin və ona təslim olduğunu göstərsin.